Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılması barədə açıq mövqeyi Cənubi Qafqazda sülh gündəliyində yeni mərhələ olduğunu göstərir. Rəsmi İrəvan bu mexanizmin artıq vaxtının keçdiyini bildirir. Ekspertlər bu addımı həm müsbət siqnal, həm də manevr kimi qiymətləndirir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülhün əldə olunması yalnız bəyanatlarla deyil, konkret addımlarla mümkündür. ATƏT-in Minsk qrupunun buraxılması təklifi anlaşılandır və Ermənistan üçün məqbul hesab olunur. Əslində, institusional sülhə, bu ifadə ilə mənə imzalanacaq sülh sənədini nəzərdə tuturam. Nail olunanda və kağız üzərində münaqişə həll olunmuş hesab olunanda, bu münaqişəyə dair beynəlxalq platformalarda bir strukturun mövcud olmaması məntiqli olar. Minsk qrupunun buraxılması prosesi sülh müqaviləsinin imzalanması və sonrakı ratifikasiyası paralel şəkildə həyata keçirilməlidir. Ararat Mirzoyan bu açıqlamaları Ermənistan parlamentində 2024-cü ilin büdcəsinin icrası ilə bağlı müzakirələrdə verib. Mirzoyan deyib ki, sülhə nail olunması, sazişin imzalanması və münasibətlərin tədricən normallaşması üçün həm bizim, həm də Azərbaycanın qarşısında fürsət pəncərəsi açılıb. Fikrimcə bu çox güman ki, növbəti manevrdir. Məsələ orasındadır ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları birbaşa və vasitəçi olmadan aparılır. Bu müsbət bir haldır. Prosesin uğurla irəliləməsi üçün ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsi, yəni Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların sənəddən çıxarılması zəruri addımlardan biridir. Minsk qrupunun buraxılması məsələsində seçim Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın deyil, Ermənistanındır. Məncə, sülh müqaviləsindən əvvəl də bu qrupu ləğv etmək tamamilə mümkündür. Bu isə Ermənistanın baş nazirinin və parlamentin siyasi iradəsindən asılıdır. Ekspertlər Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyini dəyişməməsində fərqli məqsədlərin olduğunu deyirlər. İrəvanda həm hakimiyyət, həm də müxalifət daxilində bəzi qruplar hesab edirlər ki, Minsk qrupu Qarabağ məsələsinin yenidən beynəlxalq gündəmə gətirilməsi üçün vasitə ola bilər. Üstəlik, qrupun saxlanılması üçün xarici təsirlər də var. Minsk qrupun 3 həmsədri var. Rusiya ona etiraz etmir, onun buraxılmasına. Amerikada da belə biganə yanaşır buna. Qaldı Fransa. Deməli, Ermənistan Fransanın görünür ətəyindən tutaraq çox istərdi ki, Fransa ona köməklik etsin, müdafiə etsin, dəstək versin və yanında olsun. Minsk qrupun bağlı olmasına və ləğvinə biz sadəcə Ermənistanla birgə çıxış etməliyik. Siyasi şərhçilər deyir ki, Ermənistandan hər həftə Azərbaycanla sülh sazişinin tezliklə imzalanacağına dair müsbət siqnallar gəlsə də, bu bəyanatlara uyğun addımlar görünmür. İrəvan həqiqətən sülh istəyirsə, rəsmi Bakının sülh təşəbbüsünə uyğun addımlar atmalıdır.